hazırlayacağım. Bunun için bize lazım olacak 4 yumurta. Bu mikserlə də qarışdıra bilərsiniz, amma belə də qarışdırsanız olar. Biraz belə yumurtaları qarışdırıram. Sonra isə üzərinə 1 stəkan yarım şəkər tozu əlavə edirəm. Yenə də qarışdırıram. Sonra isə üzərinə 1 stəkan yarım qatıq və yaxud da smetan da əlavə edə bilərsiniz. Bunu da belə qarışdırıram və yarım stəkandan biraz az duru yağı. Bunları qarışdırdım. Üzərinə 1 paçka qabartma tozu və 1 paçka vanil. Bunları da əlavə edib qarışdırıram. Üzərinə isə 4 stəkan unu